Hər vaxtınız xeyirli olsun. Məlumatlar ondan ibarətdir ki, təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Arayik Harutyunyan və digərlərinin ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi replika çıxışları ilə davam edir. Başqa sözlə desək, tərəflər cavab nitqi ilə çıxış edirlər. Bundan əvvəlki məhkəmə iclaslarında əvvəlcə ittihamı müdafiə edən prokurorlar çıxış edərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın təsdiqini tapdığını, məhkəmə istintaqı zamanı araşdırılan, tədqiq olunan sübutların təsdiqini tapdığını vurğulayaraq, təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan, Lyova Mnasakanyan, David Babayan, David İşxanyan və David Manukyan'a ömürlük azadlıqdan məhrum etmə cəzasının, həmçinin Bako Sakyan, Arkadiy Qukasyan, Meliksit Paşayan, Madat Babayanın isə 20 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişdilər. Bundan başqa, təqsirləndirilən digər şəxslərin müvafiq olaraq 19, 18, 17, 16 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişdilər. Növbəti mərhələdə isə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış edərək müxtəlif arqumentlər səsləndirdilər məhkəmədə və onlar isə təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. İndiki mərhələdə isə, hazırki mərhələdə tərəflər həmin o arqumentlərlə bağlı cavab nitqi ilə, yəni replika ilə çıxış edirlər. Əvvəlcə ittiham tərəfini müdafiə edən prokurorlar çıxış edirlər. Növbəti mərhələdə isə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər replika ilə çıxış edəcəklər. Qarşıdakı mərhələdə isə növbəti prosedura uyğun olaraq təqsirləndirilən şəxslərə məhkəmədə söyləmək üçün son söz veriləcək. Hazırda məhkəmə replika çıxışları ilə davam edir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.